Biz bu günləri Almaniya Respublikasının Berlin şəhərində yerləşən Azərbaycan səfirliyinin önünə yığışmış və Azərbaycanda olan 21 aprel 2025-ci ildə Əhmədi Sülh və Nur dininin inanclı şəxslərinə qarşı edilən zorakılığa və zülmə qarşı etirazımızı bildirmişik. Həmin gün bizim inanclı qardaşlarımız Nəsimi rayonu Cəfər Cabbarlı meydanında sadəcə plakat açaraq İmam Mehdi əleyhissalamın zuhur etdiyini bildirmiş və polis onları vəhşicəsini oradan dağıtmış və onları polis bölməsini aparıb işgəncələr vermiş və onların ikisini həbs etmiş, Cavadov Həsən və Teymur Əliyevi həbs etmiş və hələ də Sani Həsənovdan da məlumat yoxdur. Biz bu etirazımızı Azərbaycandakı dövlət məmurlarına çatdırmaq üçün, bu etirazımızı onlara bildirmək üçün məcbur olaraq Berlin şəhərində yerləşən səfirliyimizin önünə gəlmişik. Və biz bir vətəndaş olaraq buradan səfirliyimizə bildiririk ki, bizim konstitusiyon hüququmuz var ki, biz öz dinimizi dinc şəkildə, rahat formada yaya bilək və birlikdə ibadətimizi yerinə yetirək. Və biz bildirmək istəyirik ki, konstitusiyon hüququmuzdur ki, bizim şərəf və ləyaqətimiz qorunsun, bizim fikir azadlığımız qorunsun və biz işgəncə görməməliyik. Bu bizim ən təbii hüququmuzdur və aksiyamızın sonunda yazdığımız bəyanatı da səfirliyimizin poçt qutusuna daxil edəcəyik. Biz indi aksiyanın sonunda bəyanatımızı gətirdik, poçt qutusuna göndəririk. Baxın, poçt qutusuna saldıq və buradan son olaraq da bildirmək istəyirik ki, Azərbaycan Respublikasının səfirliyinə ki, bizim təbii hüququmuzu bizə verin, bizim konstitusiyon haqqımızı bizə verin, biz dinimizi rahat yaşamaq istəyirik, bizim heç kimlə işimiz yoxdur, biz sadəcə öz dinimizi rahat şəkildə yaymaq və ibadətimizi etmək istəyirik.